Məsələn, videoya problemlə girirsən, tutaq ki, satırıq mouse və bizim satdığımız mouse çox yüngül mousedur, insanın əlini yormur. Deyirsən ki, bütün günü kompüterin qarşısındasan, amma sənin tam olaraq nə yorduğunu bilmirsən. Əslində sənin xəbərin olmasa səni yoran şey mouse ola bilər. Mouselar maksimum şəkildə yüngül olmalıdır. Nə qədər yüngül olarsa istifadəçi üçün o qədər faydalı olar və uzun saatlar kompüterin qarşısına keçirən insanlar üçün yüngül mouse ən gözəl seçimdir. Seçim eləyərkən də düzgün modeli seçmək lazımdır. Həm büdcə dostu olsun, həm keyfiyyəti yaxşı olsun. Bunun üçün sizə 3 dənə mən mouse məsləhət görürəm. Birinci mouseumuz falan kiloqram, falan qram və yaxud falan qiymətə. İkinci mouseumuz fiyat performans olaraq ən qəşəng mousedur falan qiymətə. Üçüncü mouseumuz premiumdur. Yəni əgər imkanı çatırsa ən qəşəngi budur, amma yəni imkanınız yoxdursa orta məhsul da ala bilərsiniz. Kimisindən bir təqdimat sonda hazırlayıb satmaq. Yəni videonun girişi fərqli oldu, izahı fərqli oldu, axırda satışı yerləşdirdiyi fikir verdiniz. Bunu nə qədər yaxşı eləyə bilsəz, o qədər səmimi video ortaya qoymuş olarsınız.